Değerli şagirdlərim, hər vaxtınız xeyir olsun. Deməli, baxaq, tam və kəsr hissəyə aid sualları sizinlə paylaşmaq istəyirəm. Birincide kök 27. Əvvəla tam hissəsini tapaq. Baxın, kök 27 hansı köklərə daha yaxındır? Kök 25 ilə kök 36 arasında yerləşir, elə deyilmi? O zaman 5 və 6 arası. Təxminən 5 tam neçəsədir, belə deyək, düzdür? Yəni, mən də bilirəm ki, 5 tam misal üçün onda 3. Bunun tam hissəsi neçədir? Müsbət ədədlərdə tam hissə ilə özü olur. 5 olur. Düzdür? 6 olmaz da zaten 6 olsa kök 36-nı ödəməlidir. Deməli, kök 27-nin tam hissəsi olacaq 5. Elə deyilmi? Tam hissə 5. Bəs yaxşı, kəsir hissəni necə tapmalıyıq? Kəsir hissənin qaydası var, nəzəriyyəsi var ki, verilən ədədin kəsir hissəsini tapmaq üçün verilən ədəddən tam hissəni çıxıram. Vəssalam. Yəni kök 27 çıx 5. Bu bizim olacaq kəsir hissəmiz. Bu isə tam hissə. İkinci sualda. Baxın, bu bütöv bu ifadənin bizə lazımdır. Əvvəla tam hissəsi. Yenə kök 20 hansı köklər arasında yerləşir? Kök 16 ilə kök 25 arasında. 4, 5. Yəni 4 tam neçəsədir? Elə deyilmi? 4 tam neçəsənin də elə tam hissəsi 4-dür. Düz. Aha. Və kəsr hissəni tapıram. Nə etməliyəm? Bunun tam hissəsini tapdım. 4 plus 3. Yəni 7. Elə deyilmi? Hə, kəsr hissəni də tapanda verilən ədəddən tam hissəni çıxmalıyam. Yəni kök 20 plus 3 minus 7. Bu da olacaq kök 20 minus 4. Bu da olacaq kəsr hissəsi.